Müğənni Cəmil Əfəndinin ötən gün nişan mərasimi keçirilib. O, müğənni həmkarı Naza Veysəlova ilə nişanlanıb. Nişanlan görüntüləri Naza Veysəlova sosial media hesabında paylaşıb. Mütləq vacibdir. Bəli, çünki siz bu ailəyə çox dəyərlisiniz, çox qiymətlisiniz. Mən istəyirəm ki, bu gözəl gündə sizin arzularınızda Aparıcı Leyla Mustafayevanın ad günüdür. Aparıcı bu münasibətlə fərqli fotosesiya etdirib. Leyla şəkli yayımlayaraq "Yeni yaş, yeni macəra. Getdik" qısa şərhini yazıb. Rəqqasə Fatimə Fətəliyeva Birləşmiş Ərəb Əmirliyində ev alıb. Rəqqasə bu haqda qonaqcanlı verilişində deyib. O bildirib ki, Bakıdan köçür. Dubaya köçəcəyəm. Hara getsəm də vətənim üçün canıma qurban verirəm. Amma Dubayda biznes və gələcək üçün ev alıram. Qeyd edək ki, Fatimə bir neçə gün əvvəl gül mağazası da açıb.